Hamınızı salam. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Keyfiyyət tədqiqatının dizaynı. Bəlkə də bu ifadə biraz qorxuducu səslənir, amma inanın, bu əslində çox məntiqli və hətta həyəcan verici bir səyahətdir. Gəlin elə birlikdə bu səyahətə çıxıb bütün sirlərini açaq. Baxın, bu sitat bütün məsələni o qədər gözəl ümumiləşdirir ki, tədqiqat quru, texniki bir iş deyil. O, bir kəşfiyyat səfəridir. Bir hədəfiniz, bir də o hədəfə aparan yolunuz olmalıdır. Elə biz də bütün bu prosesə bir səyahət kimi baxacağıq. Yaxşı, bəs bu səyahət hardan başlayır? Tədqiqat ideyaları göydən düşmür, elə deyilmi? Əslində, cavab gözlədiyimizdən daha sadədir. Hər şey gündəlik həyatımızda adi, normal qəbul etdiyimiz şeylərə bir gün fərqli gözlə baxmaqla, onları sorğulamaqla başlayır. Məhz bu anvara, bir zamanlar normal saydığınız bir şeyə baxıb, bir dəqiqə bu niyə belədir dediyiniz o an. Bax, əsl tədqiqat məhz o şübhə anında doğulur. Pasiv müşahidəçidən aktiv sual verənə çevrildiyiniz an. Səyahətə başlamazdan əvvəl bilməliyik ki, qarşımızda iki fərqli yol var. Kəmiyyət tədqiqatı dünyanı rəqəmlərlə, statistika ilə, nə qədər sualı ilə anlamağa çalışır. Bizim bugün danışacağımız keyfiyyət tədqiqatı isə daha fərqlidir. O, necə və bu nə deməkdir suallarını verir. Dünyanı hadisələr, təcrübələr və onların daşıdığı mənalar üzərindən anlamağa çalışır. Və indi, gəldik bütün bu səyahətin ürəyinə, ən vacib nöqtəyə, tədqiqat sualı. Bu sadəcə bir başlanğıc deyil. Bu, sizin kompasınızdır, sizin yol göstərəninizdir. Bu, həqiqətən də abartı deyil. Tədqiqat sualınız sanki layihənizin DNT-sidir. Bütün digər seçimləriniz, yəni kiminlə danışacaqsınız, hansı metodu seçəcəksiniz, necə analiz edəcəksiniz, hər şey, istisnasız hər şey bu DNT koduna uyğun olmalıdır. Məsələn, gəlin bu suala baxaq. Bu suala cavab tapmaq olar? Əlbəttə, anket paylayarsan, sayarsan bitdi. Bəs bunun bizə nə faydası var? Heç bir. Bu sadəcə bir rəqəmdir. Arxasında heç bir dərin məna yoxdur. Məhz bu, tədqiqata yeni başlayanların düşdüyü ən böyük tərələrdən biridir. Bu çox məşhur bir akademik metafordur. Deyir ki, bir şey saya bilirsən deyə, o şey saymağın bir mənası olduğu anlamına gəlmir. Zənzibardakı pişikləri saya bilərsiniz, amma bu kimə maraqlıdır və nəyi dəyişir? Tədqiqatımızın bir mənası, bir dərinliyi olmalıdır. İndi fərqə baxın. Sol tərəfdəki sual sadəcə bir hərəkəti sayır. Bitdi. Amma sağ tərəfdəki sual, o bir sosial prosesi, insanlar arasındakı bağı, həmrəyliyi anlamağa çalışır. Davranışın arxasındakı mənanı axtarır. Bax, güclü sual budur. Deməli, artıq əlimizdə güclü bir sual var. Yaxşı, bəs indi neyinirik? İndi bizə bir yol xəritəsi, bir memarlıq planı lazımdır. Biz buna tədqiqat dizaynı deyirik. Buradakı açar söz bütünsəllikdir. Yəni, tədqiqatınız bir-birinə tam oturan puzzle parçaları kimi olmalıdır. Hər bir qərarınız, seçdiyiniz hər bir element mərkəzdəki o böyük suala xidmət etməlidir. Təsadüfi heç nə olmamalıdır, hər şeyin bir məqsədi olmalıdır. Bax, bu sxem hər şeyi çox aydın göstərir. Bu bir domino effekti kimidir. Birinci domino daşı, yəni sizin hədəfiniz, nəyi anlamaq istədiyiniz, digərlərini də ardıcıl olaraq hərəkətə gətirir. Hədəfiniz sualınızı doğurur. Sualınız hansı məlumat növünə ehtiyacınız olduğunu deyir. O da öz növbəsində kimlərlə danışmalı olduğunuzu və sonda məlumatı necə analiz edəcəyinizi müəyyən edir. Hər şey bir-birinə bağlıdır. İndi biraz daha dərinə gedək. Paradigma nədir? Sadə dillə desək, bu sizin dünyaya taxdığınız görünməz eynəkdir. Bu eynəyin rəngi sizin nəyi və necə görəcəyinizi müəyyən edir. Bu, sizin bütün tədqiqatınıza təsir edən fundamental bir inanc sistemidir. Bu cədvəl iki fərqli eynəyi müqayisə edir. Pozitivizm deyir ki, dünya birdir, obyektivdir, biz də onu ölçməliyik. Ona görə də nə qədər sualını verir. Amma konstruktivizm, yəni bizim keyfiyyət tədqiqatının daha çox söykəndiyi paradigma, deyir ki, xeyr, reallıq insanların zehnində, sosial münasibətlərdə yaranır. Bizim işimiz bu mənaları anlamaqdır. Ona görə də bu nə deməkdir deyə soruşur. Bu fənər bənzətməsi də möhtəşəmdir, elə deyilmi? İstifadə etdiyiniz nəzəriyyə, yəni konseptual çərçivəniz bir fənər kimidir. Otağın bir küncünü çox aydın işıqlandırır. Hər detalı görürsünüz. Amma eyni zamanda otağın qalan hissəsini qaranlıqda buraxır. Yəni, hər nəzəriyyə həm bir pəncərədir, həm də bir divar. Yaxşı, planımız var, fəlsəfəmiz bəllidir. İndi gəlin bu səyahətdə seçə biləcəyimiz konkret yollara, yəni fərqli keyfiyyət tədqiqatı metodlarına baxaq. Fenomenologiya bir təcrübənin o hissini anlamaq üçündür. Sualı budur. Filan şey yaşamaq əslində necə bir hissdir? Məsələn, ilk dəfə valideyn olmaq necə bir hissdir? Bax bu, tam bir fenomenoloji sualdır.
Etnografiya isə bir qrupun, bir icmanın içərisinə girmək deməkdir. Məqsəd, onların mədəniyyətini, yazılmamış qaydalarını anlamaqdır. Bunun üçün onlarla birlikdə yaşamaq, onları uzun müddət müşahidə etmək lazımdır. Əsaslandırılmış nəzəriyyə, yəni grounded theory, bir kəşfiyyatçı kimidir. Əlində hazır xəritə yoxdur, yolu gedə-gedə özü çəkir. Yəni, əlindəki məlumatlardan yola çıxaraq sıfırdan yeni bir məzəriyyə yaradır. Və narrativ analiz. Biz insanlar hekayələrlə yaşayırıq. Həyatımızı, özümüzü, başımıza gələnləri bir-birimizə hekayələr vasitəsilə danışırıq. Narrativ analiz də məhz bu hekayələri, onların necə qurulduğunu və bizə necə təsir etdiyini araşdırır. Bütün bu yolları öyrəndik, amma səyahətin sonundakı xəzinə nədir? Biz nə axtarırıq? Yəni məqsədimiz sadəcə insanlardan maraqlı hekayələr toplamaqdırmı? Qətiyyən yox. Baxın, bu çox vacib bir xəbərdarlıqdır. Maraqlı məlumat talasına düşməyin. Keyfiyyət tədqiqatı insanlardan sadəcə rəngarəng hekayələr toplayıb onları təqdim etmək deyil. Məqsəd o hekayələrin arxasındakı mənanı, o hekayələrdən doğan yeni bir anlayışı, yəni insight üzə çıxarmaqdır. Yaxşı bir tədqiqat güclü bir bina kimi 3 sütun üzərində dayanır. Birincisi, bu mövzu sizin üçün şəxsən maraqlı olmalıdır, sizi həyəcanlandırmalıdır. İkincisi, praktik bir faydası olmalıdır. Kiminsə həyatını, işini yaxşılaşdırmalıdır. Və üçüncüsü, ən əsası, intellektual bir töhfə verməlidir. Yəni, elmi müzakirəyə yeni bir fikir, yeni bir baxış bucağı gətirməlidir. Beləliklə, bütün bu səyahətdən sonra ümid edirəm ki, tədqiqat artıq qorxuducu və ya cansıxıcı bir proses kimi görünmür. Əksinə, ətrafımızdakı dünyanı daha dərindən anlamaq üçün bir macəra olduğunu görürsünüz. Elə isə, bugün sizə son bir sualım var. Hər gün gördüyünüz, normal qəbul etdiyiniz şeylərin arxasında siz nəyi sorğulayacaqsınız?